Investors investisiya şirkəti sizi salamlayır. Forex bazarlarında avronun dollarına nisbətən məzənnəsi yenidən təzyiq altındadır. Buna səbəb isə Avrozona iqtisadiyyatı üzrə gözləntilən yenidən zəiflənməsi fonda investorların da ehtiyatlı davranmalarıdır. Belə ki, avronun dollarına nisbətən məzənnəsinin yenidən 1 dollar 11 sentə kimi ucuzlaşa biləcəyi proqnozlaşdırılır. Böyük Britaniya maliyyə bazarlarında isə cümə axşamı keçiriləcək növbədənkənar parlament seçkisi öncəsi funtun dollarına nisbətən məzənnəsi 1 dollar 29 sent ətrafında ticarət edilməkdədir və burada güclü hərəkətlilik müşahidə edilmir. Əlavə məlumatlar üçün isə investors.az/analiz saytından istifadə edə bilərsiniz. Investors investisiya şirkəti sizə yatırımlarınıza uğurlar arzulayır.